Əxi, assalamu aleykum və rəhmətullahi və bərəkatü. Əxi, deməli bir sual verim sizə. İxlası necə seçmək olar? Yəni bu əməlim ixlaslıdırmı, ixlaslı deyilmi? Yəni bu necə? Bəli. Bismillahirrahmanirrahim. Elhamdülillah və salatu və selamu alə Rasulillah əmmə bə'd. Ulema burada gözəl meyyarlar qoyurlar. Əd-davabit. Onun əsnasında əməlimin ixlaslı olub olmamağını bilə bilərəm. Onlardan da biri çox gözəl əsaslardır. Deyir ki, həmin əməli insanlar qəbul etmədilər və mən onu Allah üçün etmişdim. Və əməl kitab və sünnənin işığında müvəffəq bir əməl idi. Səhih bir əməl idi. İnsanların çoxsu bəyənmədi. Həsədən min indi ənfusihim və nəsə sevmədilər. Hətta dil uzatdılar. Tənə etdilər. Söydülər. Onların bu bəyənməməsi, tənə etməsi və söyməsi mənə təsir etməməlidir. Əgər bu doğrudan Allah üçündürsə və əməl kitab və sünnəyə müvəffiqdirsə, mənə təsir etməməlidir. Və mən bundan narahat olmamalıyam. Əks misalda yanına qoyurlar. Və bir əməlimə görə də insanlar mənə səna edir, tərif edir. Halbuki mən Allah üçün eləməmişdim, Allah üçün eləmişdim. Əməl də şər'i bir əməldir. Bu tərif, bu səna da məni narahat eləməlidir. Məni razı qoymalı deyil. Məni sevindirməməlidir. Ulema bunu ikisini belə bir cəm eləyir. Hər hansı bir salih əməl, səhih doğru bir əməl, ona gələn məzəmmət və səna eyni olmalı mən üçün. Yəni fərq eləməz, söysələr, rədd eləsələr nədir, tərifləsələr səvaən, ikisi də eynidir mənim üçün. Fərq eləməz. Hələ ki insan bunu istihbar elədi özündə, həmin o salih əməl, insanların sənası qəti qəbul deyil onun yanında. İnsanların qəbul etməməsi və tən etməsi də onu qəti narahat eləmirsə, onun üçün eynidirsə, o zaman həmin əməldə ixlaslı olub. İnşallah bu billah tövfiq olsun, Allah bilir. Bu nə qədər çətindir. Vallahi bu nə qədər çətindir. İnsan bu əməl eləyəndə qabağına bir suallar qoymalıdır. Mən bunu nə üçün eləyirəm? Məqsədim nədir? Nəticə nədir? Gözlədiyim nədir? Umduğum nədir buradan? İnsanlar qəbul eləməyəcək. Tamam. İnsanlar bəyənəcəkmi? Tamam. Bu şeylər özündə analiz eləməlidir. Bu testləri və suallara cavab verməlidir. Öz nəfsinin içərisində bir mübarizə aparmalıdır. Və nəticədə hasil olanda insanlar bəyənmədi. Elhamdülillah. Əməl onsuz da Allah üçün. Qoy söysünlər. Qoy bəyənməsinlər. Qoy tən eləsinlər. Allah Azze və Celle qəbul yazacaq əgər o əməl sahih və salihdirsə. İnsanlar səna etdi. Bu sənadan alimlərimizi görmüşük, ağlayardılar. Kövrələrdilər. Onlar pis olardılar. Kimsə onların əməli tərifləsəydi. Bir əməlini tərifləsəydilər. Onlardan bəzilərini alim deyəndə ağlayardı, kövrələrdi. Demə mənə bu sözü. Qorxam ki, sən mənə səna etdin əməlimə. Və bununla ixlas inşallah cəsir və billah tövfiq və Allah aləm.